Emanet sahəsində doğru bildiyiniz yanlışlar. Bunlardan biri odur ki, siz tük effekti edərkən qaşınıza su vurmamalısınız 3 gün. Bu yanlışdır. Tük effekti edərkən siz qaşınıza elə 3 gün ərzində, 5 gün ərzində su vurmalısınız. Bunun səbəbi odur ki, sizə çəkilən tük effektinin üstündə olan limfanı siz aradan qaldırmalısınız. Bunun üçün ilkin gün, birinci gün siz pambığı nəm edib qaşınızı silməlisiniz. Sonra gördüyünüz bu Fi Skin Candy mazını qaşınıza çəkirsiniz. Bunu qaşınıza çəkərkən siz nə etməlisiniz? Bir gün ərzində 3 dəfə, 5 dəfə qaşınızı hər bir saatdan silərkən bu balaca mazdan yüngül şəkildə qaşınızın üstünə çəkirsiniz. 30 saniyə keçəndən sonra. Və növbəti ikinci gün isə gün ərzində 3 dəfə nəm pambıqla qaşınızı silib, dərinin üstündə yığılan limfanı aradan qaldırıb, sonra bu 7 vitamin tərkibli, 7 ot tərkibli vazelini öz qaşınıza çəkirsiniz. Bu ideal sizə nəticə verəcək. İdeal sizə sağalma verəcək. Dediklərim yalnız tük effektinə aiddir. Yanlış buradadır ki, pudra texnikasının qulluq